Quranda ən gözəl hekayə hansı hekayə olaraq adlandırılıb? Yusuf surəsi demək olar. Bəli, əhsən. Mənim videomu düzəldiblər bu əhsənlərlə. Əhsən. 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 İslamı olaraq sular neçə qismdir? 2 qism. Hansılardır? Muzaf su, mütləq su. Sağ ol səni. Halal olsun sənin verdiyim zəhmətə. Qusursuz və kəfənsiz dəfn olunan imamımız hansıdır? İmam Hüseyn əleyhissalam. Deməli, birinci raundun qalibi Əsədzadə Əlidir. Sadiqsən. Evetlərlə yola salırıq. Qalibiyyət raundunda finalda yarışır Əli ilə Əli. Yəni Əliləri yığmışıq bir hissəyə. Nübüvvət və imamət nə deməkdir? İmamət imamlar deməkdir, nübüvvət də peyğəmbərlər. Bəli, imamət yəni imamlıq, nübüvvət isə nəbilik, peyğəmbərlik. Quranda Allah kimlərə uf belə deməyin deyir? Valideynlərə. Əhsən. Əziz peyğəmbərimizin ilk yoldaşı kim olub? Xanım Xədicə. Xanım Xədicə Kubra. Salamullah aleyha. Hələ belə məğlubiyyət olmamışdı. Qalibimizin hədiyyəsini gətir Xəqanil. Tez oldu. Bu günlük bu da hədiyyəmiz. Gələn səfər hədiyyə verərik. Kasıbdılar bunlar. Yəni.